Aygün Şükürova kimdir? Aygün Şükürova çox zəhmətkeş, çox çətin yollardan keçib. Səncə bir kişi qadından nə istəyir? Bir kişi qadından pul. 90% evli kişilərin, bəli, qıraqda saxladığımı deyim, sevgilisimi deyim, əlbəttə ki, var. Yəni demək istəyirsən ki, belə bir atalar deyimi var. Hər kəs ayağını yorğanına görə uzatsın. Əlbəttə ki, 500 azərini işləyən bəy bilməlidir qarşısındakı xanım kimi sevir. Tamaran da, Zəngələn də, bəli, Aygün Şükürova oxuyub. İlk ifaçısı özüm olmuşam. Sadəcə o xanım qabağa düşüb. Mən əsəbləşdirdim valla. Mən əsəbləşmişəm. Mən o xanımı tanıyanda heç o xanımı heç kim tanımırdı. İndi gəlmişsiniz ondan danışırsınız mənə ki, filan elədi, reklama getdi, neynədi. İnsan gərək keçmişini unutmasın. Bu qədər.